Müəllimləriniz yazıb sizə, şagirdləriniz. Hə, Hamısı sizə salam göndərir. sağ olsunlar. Yazırlar bax. Yazıb ki, Mirsəqət müəllim bir nömrəlidə ən çox hörmət qoyduğum müəllimlərdən biri olub. Allah şəfa versin. Belə müəllimlərdən çox az sayda gəlib keçib. Vaxt xətrimizə dəyməyib. Məktəb vaxtı səhv eləyəndə bizim öz dilimizdən başa salıb bizə həmişə hörmətini saxlamışıq. Əziz sinif rəhbərimiz. Burada çoxlu rəylər var. Bir 500-dən çox rəy var. Bütün dərs dediyiniz şagirdlər, uşaqlar sizi necə deyirlər, çox istəyirlər. Mən də onları çox istəyirəm. Sizdən bir yazı yazmışdıq. Və həmin yazıda sizin ümumi fəaliyyətiniz, məktəbdəki necə deyirlər, təlim-tərbiyə ilə məşğul olmusunuz. O fəaliyyətdən yazmışdıq. Bütün şagirdləriniz yazıblar. Sizə çoxlu salamlar göndərirlər və sizə tezliklə Allahdan şəfa diləyirlər. Sağ olsunlar. Onlara nə demək istəyirsiniz? Xoş günlər arzulayıram. Onlara arzu edirəm ki, vətənlərini ürəkdən sevsinlər. Öyrətmişəm onlara məktəbdə vətəni sevməyi. Necə sevmək lazımdır. Vətəni, ailəni, Allahı necə sevmək lazımdırsa onlara demişəm. Onlar bilirlər ki, vətən hər şeydən irəlidir. Birinci Allah'da onu danmaq olmaz. Sonra atadır, mənəvi ata, yəni müəllim. Sonra isə uşaqların ətrafında olan kollektiv. Azərbaycan indi çiçəklənib, inkişaf eləyir. Görsünlər ki, bu inkişaf prosesi daha da irəli gedəcək. Azərbaycan dünyanın seçilmiş, salınmış dövlətlərindən birinə çevriləcək. Çevrilibdir. Dünyanın bir çox ölkələri Azərbaycanla əlaqə qurmağa çalışır. O cümlədən Avropa ölkələri, Afrika ölkələri, Orta Asiya ölkələri hamısı Azərbaycanla əlaqələr qurmağa çalışırlar. Bunun bir neçə səbəbi var. Birinci səbəb odur ki, ölkənin iqtisadiyyatı, iqtisadi cəhətdən inkişaf etməsi. İkinci səbəbi odur ki, dövlət başçısının siyasi gedişləri. Üçüncü səbəb odur ki, Azərbaycan xalqının başqa dövlətlərə, başqa xalqlara münasibətinin müsbət olmasıdır. Heç bir xalqı Azərbaycan xalqı aşağılanmayıbdır. Bütün xalqları daimi yüksək səviyyədə qiymətləndirib. Yəni heç bir xalq başqasından artıq əski deyildi. Bu proseslər bütün tarix boyu gedibdir. Biz yaşadığımız mühitdə, yaşadığımız dövrdə bu proseslər biraz da sürətlənibdir. Bu proses inkişafında mənim şagirdlərimin də xidmətləri olubdur. Yəni onları mən tərbiyə verəndə vətənpərvərlik ruhunda tərbiyə vermişdim. Onları öyrətmişdim, valideynləri də o ruhda onlara tərbiyə eləyirdilər. Bayaq mən dedim ki, övlad olanda birinci övlada yaxşı ad qoymaq lazımdır. İkinci ona tərbiyə, təhsil vermək lazımdır. Bu proses mən dediyim, aşladığım, dediyim sözləri mənim valideynlərim də övladlarına eləyiblər. Onlara yaxşı ad qoyublar, yaxşı tərbiyə veriblər, yaxşı təhsil veriblər. Ona görə də Azərbaycan çiçəklənir, inkişaf eləyir. Azərbaycan dövlətinin qüdrətlənməsində onların çox böyük, yəni mənim şagirdlərimin də çox böyük rolu oldu. Gəlib yoxlayırlar məni, gəlib görürlər. Düzdür, mən biraz xəstəyəm, amma Allahdan ümid üzülməz elə. İnşallah yaxşı olar. Onları mən də çox sevirəm. Onlar da hər tərəfdən məni tanıyan adamları görəndə məni soruşurlar, sifariş göndərirlər, necədir, nə tərdir. Bu elə mən üçün böyük şeydir. Çox sağ olun. Diqqətinizə görə təşəkkür edirəm. Şagirdləriniz də sizi çox sevir, hər zaman sizi izləyirlər. Sizin haqqınızda dəyərli fikirlər yazırlar və qeyd edeyim ki, bu çəkilişi də paylaşacağam. Və bu çəkilişi çəkməkdə səbəbim o idi ki, şagirdləriniz həddindən artıq çox istəyirlər sizi görməyi
Mən istədim ki, bu çəkilişi çəkək, onlar sizi görsünlər, siz də onlara salamlarınızı çatdırasınız. Siz də sağ olun. Çox sağ olun. Əziyyət çəkmisiniz. Xoşdur bizim üçün. Təşəkkür Sağ edirəm. olun. Çox sağ olun. Sağ olun. Sağ olun.